Bu gün sizləri Çexiyanın gözəl paytaxtı Praqaya aparırıq. Biz Praqaya Almaniyanın Berlin şəhərindən avtobusla yola düşdük. Yol boyu pəncərədən görünən yaşıllıqlar, kiçik kəndlər və gözəl mənzərələr bizə xüsusi zövq verdi. Təxminən 4 saatlıq yolun ardından nəhayət ki, Praqaya çatdıq. Əvvəlcə otelimizə yollandıq. Otelimiz şəhərin tarixi mərkəzində məşhur astronomik saatın yerləşdiyi meydana çox yaxın idi. Əşyalarımızı yerləşdirəndən sonra Praqanı gəzməyə başladıq. Sonra yolumuz bizi Praqanın ən məşhur meydanına gətirdi. Arxa planda gördüyünüz möhtəşəm bina Tin kilsəsidir. 14-cü əsrdə tikilən bu gotik üslublu kilsə Praqanın ən tanınmış simvollarından biridir. İki uca gülləsi şəhərin demək olar ki, hər yerindən görünür. Kilsənin yaxınlığında yerləşən bu abidə isə Çex xalqının milli qəhrəmanı Jan Husun heykəlidir. O, azadlıq və ədalət uğrunda mübarizənin simvolu hesab olunur. Bu meydan günün hər saatı turistlərlə dolu olur. Daha sonra Praqanın ən məşhur yerlərindən biri olan astronomik saatın yerləşdiyi meydana gəldik. Bu saat 1410-cu ildə hazırlanıb və dünyanın bu günə qədər işləyən ən qədim astronomik saatlarından biridir. Hər saat tamam olanda yüzlərlə insan burada toplaşaraq onun qısa nümayişini izləyir. Saat yalnız zamanı deyil, günəşin, ayın hərəkətini və qədim astronomik göstəriciləri də əks etdirir. Toz gülləsi. Bu möhtəşəm tikili Toz gülləsi adlanır. 15-ci əsrdə tikilmiş bu güllə vaxtilə Praqanın şəhər qapılarından biri olub. Əvvəllər burada barıt saxlandığı üçün ona Toz gülləsi adı verilib. Çexiya kralları tac qoyma mərasimindən əvvəl məhz bu qapıdan keçərək Praqa qalasına yollanırdılar. Bu gün isə güllə Praqanın ən tanınmış tarixi abidələrindən biridir və şəhərin zəngin keçmişini yaşadan simvollarından sayılır. Gəzinti zamanı Çex mətbəxinin məşhur şirniyyatlarından da daddıq. Görünüşü çox iştahaçan olsa da o qədər şirin idi ki, sona qədər yeyə bilmədik. Bir porsiyanın qiyməti 8 avro, yəni təxminən 16 manat idi. Arxa planda gördüyünüz bina rəqs edən ev adlanır. Binanın əyri forması sanki rəqs edən bir cütü xatırladır. Bu tikili müasir memarlığın Praqadakı ən maraqlı nümunələrindən biridir. Praqada alış-veriş edərkən özünə xidmət kassalarından istifadə etdik. Məhsulları özümüz skan edib ödənişi də özümüz etdik. Bu sistem bizə tanış idi, amma burada bu cür rahat şəkildə tətbiq olunması xoş təəssürat yaratdı. Sonra isə Praqanın simvolu sayılan Karol körpüsünə yollandıq. Bu körpü 14-cü əsrdə kral 4-cü Karlın əmri ilə tikilib və Vltava çayının iki sahilini birləşdirir. Körpünün üzərində yerləşən qədim heykəllər və buradan görünən möhtəşəm şəhər mənzərəsi Praqanın ən gözəl görüntülərindən biridir. Kamp adası və Çertovka kanalı. Bu gördüyünüz yer Praqanın ən romantik güşələrindən biri olan Kamp adası yaxınlığındakı Çertovka kanalıdır. Bu kanal Praqanın kiçik Venesiyası kimi tanınır. Buradakı rəngarəng tarixi evlər,
sakit su kanalı və daş körpülər şəhərə xüsusi gözəllik qatır. Bu ərazi əsrlər boyu öz tarixi simasını qoruyub saxlayıb və turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Praqada keçirdiyimiz hər an bizə tarix, memarlıq və mədəniyyətlə dolu unudulmaz xatirələr bəxş etdi. Əgər yolunuz Çexiyaya düşərsə, bu gözəl şəhəri mütləq ziyarət etməyi tövsiyə edirik. Praqa sizi də öz qədim ruhu və möhtəşəm gözəlliyi ilə valeh edəcək.